Maraqlıdır. Ən cazibədar qadınlar bu ayda doğulur. Bax, görək hansı ayda doğulur qadınlar. Siz də diqqətli olun görək. Hansı ayda doğulmusunuz? Bəzi elmi araşdırmalara görə may ayında dünyaya gələn qadınların fiziki cazibə balları digər aylarda doğulanlara nisbətən bir qədər yüksək olur. May ayında. Təbii ki, istinad edirəm milli aza. O deyir ki, alimlər bu fərqi mövsümi işıq miqdarı, ananın hamiləlik dövründə yaşadığı ətraf mühit şəraiti və yaz aylarında doğumun gətirdiyi bioloji təsirlərlə izah etməyə çalışıblar. May ayında doğulan qadınlar. Mütəxəssislər qeyd edirlər ki, bu qəti bir qayda deyil və yalnız statistik bir müşahidədir. Lakin nəticələr maraqlı və diqqət çəkən hesab olunur. Sosial şəbəkələrdə də mövzu geniş müzakirələrə səbəb olub və təbii ki, izləyicilərdə də bir qəribə sorğular yaranıb. Doğrudanmı may ayında doğulan qadınlardan danışıram. Qadınlar belə cazibədardır. Amma mən may ayında doğulan qadınlar tanıyıram ki, o qədər də cazibədar deyirlər. Yekədilər, şişmandılar, görməmişdilər. Yeriyə bilmirlər, otura bilmirlər, dura bilmirlər. Amma doğrudan da may ayında doğulan qadınların ürəyi bir başqadır, bir gözəldir. Məndən bu qədər. May ayında doğulan xanımlar, siz çox cazibədarsınız. Həmişə sevilməyə çalışın və sevin.